özü də arterial təzyiqdən söhbət gedir. Hər ikisi cinsi zəiflik yaradır. Ona görə çalışın ki, arterial təzyiqiniz varsa onu düzgün şəkildə, yəni dərmanla belə saxlamaqla yox, kökünü tapıb onu düzgün şəkildə təbii üsullarla müalicə edib aradan qaldırasınız. Nəyə görə təzyiqə qarşı içilən o kimyəvi dərmanlar, onlar təzyiqi müalicə eləmir. Onlar ancaq müvəqqəti onu saxlayır. Və eyni zamanda kişi cinsi funksiyasına da ziyan vurur. Kişi cinsi funksiyasına yox. Ümumiyyətlə çox şeylərə ziyan vurur o, amma təzyiqi stabil saxlayır. Ona görə bunlardan qaçın, şirniyyatdan qaçın, yaşlı nəslə müraciət edirəm. Səhər-səhər şirin çay içən yoldaşlar, bunu eləməyin. Yəni bunlar hamısı insulin rezistentlik yaradır. Bu dəqiqə indi şərait elədir ki, şirniyyat, karbohidrat çoxdur yəni. Çörəkdən tutmuş hər şey, yəni şirniyyatlar, bunlar hamısı yəni qidanın əsas hissəsini təşkil edir. Və bu da elə bir ki, insanda insulin rezistentliyi yaradır. Çoxlu insulin əmələ gəlir və bədən onu artıq qəbul eləmir. Onun təsirinə reaksiya vermir. Nəticədə o qalxan insulin başlayır testosteronu vurmağa. Və nəticədə cinsi funksiyada zəiflik yaranır, piylənmə yaranır. Və buradan onu da deyim, əsas yaşlı nəslə aiddir. Piylənmə özü də cinsi zəiflik yaradır. Çünki harada pi təbəqəsi varsa, orada leptin adlanan maddə əmələ gəlir, leptin. Həmən o leptin özü qadınlaşma yaradır, yəni estrogenizasiya verir. Yəni, harada pi toxuması varsa, orada qadın hormonlarının əmələ gəlməsi artır. Ona görə bacardıqca özünüzdə pi toxumasının çoxalmasını